Çin, Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9% olub. Həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69%-ə çatıb. Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində belə deyib. Qeyd edib ki, iki ölkə arasında getdikcə artan iqtisadi ticari əməkdaşlığa baxmayaraq hələ də reallaşmayan böyük potensial mövcuddur. Hesab edirəm ki, iki ölkə arasında iqtisadi ticari əməkdaşlıq üzrə hökumətlər arası komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir. Komissiyanın qərarlarının vaxtında yerinə yetirilməsi səylərimizin uğur qazanmasına rəhmi olacaq. Ölkə başçısı Azərbaycanın kəmər və yol təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olduğuna diqqət çəkərək bildirir ki, bu istiqamətdə ciddi praktik layihələr həyata keçirilir. Əminliklə demək olar ki, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir.